Hər vaxtınız xeyir. Bugün sizinlə çox önəmli bir mövzu haqqında danışmaq istəyirəm. Yəqin ki, bir cəmiyyət üçün, bir ölkə üçün ən əhəmiyyətli mövzulardan biridir. Ən əhəmiyyətlisi deyilsə belə. Bilirsiniz, bu mən siyasətə qarışmıram məsələsi, yəni siyasətə qarışmamaq fikri, sentimenti məni çox narahat eləyir və mən bu barədə çox düşünürəm. Daima düşünürəm əslində və təbii ki, mənim işlədiyim bu sferada bu barədə düşünməmək mümkün deyil. Çünki mənim bir jurnalist olaraq işim budur ki, mən cəmiyyəti öz gördüyüm problemlər barədə düşündürməyə çalışıram. Sizə xitab edib, sizə müraciət edib, bir yerdə bu barədə düşünmək və düşünərkən də hansısa problemlərə bir həll yolu axtarmağa, təşviq etməkdir mənim işim, yəni. Və indiyə kimi bu işi görməyə çalışıram, bilmirəm nə dərəcədə bacarıram. Yəqin ki, bacarıram, madəm ki, məni izləyənlər var. Və yəqin ki, mənim qaldırdığım məsələlər sizi də çox maraqlandırır. Belə ki, gələk bugünkü mövzuya. Mən siyasətə qarışmıram. Siyasətə qarışmamağı sanki bir müsbət bir keyfiyyət kimi vurğulamaq. Ya hökumətə öz loyallığını göstərmək kimi vurğulamaq. Bu təəssüf ki, bizim cəmiyyətdə çox yayğındır və yayğın olduğu qədər də insanları düşündürmür, insanları çəkindirmir ki, acanım, mən nə deyirəm əcəba? Yəni, bu siyasətə qarışmamaq barədə fikirləşə ümumiyyətlə nə deməkdir bu? Bu deməkdir ki, hökumət və hakimiyyət və dövlət istədiyini edir, mən də siyasətə qarışmıram deyə, mən onların addımları, bir tərəfli atdıqları addımları nə sorğulayır, nə sual altına çəkir, nə də müzakirə edirəm. Yəni, nə yaranır? Anormal bir vəziyyət yaranır. Hökumət, dövlət, hakimiyyət, yəni güc istədiyini edir, mən də qarışmıram. Mən də danışmıram, mən də bunu götür-qoy eləmirəm. Mən bunu nə ailəmdə, nə dostlarımla, nə iş yerində, nə ictimai məkanda olan qalan ictimai məkan təbii ki, bunları dilə gətirmirəm, öz mövqeyimi bildirmirəm. Bildirirəmsə donquldanıram, mırıldanıram, belə yavaşcadan, bəlkə ola bilsin evdə. Amma bunun heç bir siyasi rezonansı yoxdur. Yəni, mənim bir vətəndaş olaraq mövqeyimi heçə sayırlar və mən də bu mövqeyi bildirməməklə onlara daima, hər gün, hər saat bu haqqı verirəm. Bu haqqı tanıyıram. Yəni, mən siyasətə qarışmıram ifadəsinin arxasında duran fikir və əməl, ya əməlin olmaması budur. İndi gəlin bu barədə danışaq. Normal cəmiyyətlərlə Azərbaycanı müqayisə eləyək ki, unutmayaq, yəni mən həmişə elə bir səs olmağa çalışmışam ki, sizə Azərbaycandakı anormallığı göstərim. Çünki mən biraz fərqli bir cəmiyyətdə yaşayıram və mənim kimi xaricə, yəni qərbə getmiş insanlar belə, hətta Rusiyaya getmiş insanlar belə tamamilə fərqli bir cəmiyyətdə yaşayır. Bizim Azərbaycan xalqını indiki dövlət, indiki hakimiyyət, indiki hökumət, onlar biri-birindən ayrılmaz şeylərdir, başa düşürsünüz? Təəssüf ki, yəni normal yerdə dövlət var, hakimiyyət, hökumət gəlir, gedir, dövlət qalır. Bizdə belə deyil təəssüf ki. Bizim müasir dövrdəki dövlətimizi və onun maraqlarını, mənafələrini idarə edən ailə və onun müqərrəblərindən ayırmaq mümkün deyil. Hər şey bir əldədir, hər şey bir ailəyə bağlıdır. Dövlət hökumətə, hökumət dövlətə, hakimiyyət hökumətə, dövlətə, yəni anladınız bu zənciri. Dediyim kimi. Yəni anladınız deyəndə himayəçilik kimi görməyin, məndən yaxşı anlayırsınız. Yəni gördünüz, fikrimi tutdunuz yəni. İndi normal dövlətlərdə nə baş verir? Dövlətlərdə, hökumətlərdə, hakimiyyətlərdə belə bir anlayış var ki, bir ölkədə müxalif insanlar yaşayar, acanım. Yəni müxalifəti demirəm. Müxalif insanlar, fərqli düşünən insanlar. Və bunları həmi eşitmək lazımdır, həmi bunlara öz fikrini bildirməyə imkan və ictimai məkan yaratmaq lazımdır. Həmi bunlara diqqət yetirmək lazımdır. Çünki bugün bu hökumət gedər, müxalif hökumət gələr. Başqa cür düşünən,
başqa üsullarla idarə etməyə çalışan, alternativ yollar axtaran, bəlkə nəyisə düzəltməyə çalışan bir hökumət gələr, başqa cür işləyər. Yəni, yeni süpürgə məsələsi. Bizdə nə baş verib? Bizdə tamamilə normaldan çıxıb olub anormal, müxalif düşüncə yox, başqa cür fikirləşmək olmaz, hökumətin, ya hakimiyyətin, ya dövlətin hər bir addımını, hər hansı bir addımını sorğulayan bir kəs dərhal olur vətən düşməni, vətən xaini, hökumətin, dövlətin düşməni, xalqın düşməni. Yəni, kim haqq verib bu insanlara bunları birləşdirmək, bunları, necə deyim belə, ümumiləşdirmək, bərabərləşdirmək? Kim haqq verib? Kiminsə xoşuna əgər hökumətin bir addımı gəlmir. Yəni, hökumət addım atır, adam oturur fikirləşir, deyir ki, məncə bu düzgün deyil. Bu insanı dərhal vətən xaini, ölkə düşməni etmək olarmı? Olmazsa, təbii ki, bu cəfəng fikirdir, amma olmazsa, bu insana öz rəyini bildirmək üçün ictimai məkan yaratmaq, haqq tanımaq belə lazım olmazmı? Yəni, fikirləşirəm, başqa cür fikirləşirəm, daha canım, gəl öldür məni indi. Xoşuma gəlmir sənin addımın, xoşuma gəlmir sənin siyasətin. Yox, bizim ölkədə nə baş verir? Bir nəfər qərar verir, bir nəfər ölkənin xarici siyasətini müəyyənləşdirir. Yəni, bugün müstəqillər, nə deyim, bağımsızlar, nə deyirlər onlara? Qoşulmama hərəkatına qoşuluruq, onun lideri oluruq. Sabah MDB-yə giririk, yəni başımdan deyirəm. Yəni, görürsünüz də, vəziyyət belədir. Birisi gün Amerikanın dostuyuq, 3 gündən sonra Avropanın dostuyuq, yox, Avropanın dostu deyilik, qaz satırıq, yox, qaz da satmırıq, yox, Amerika bizim strateji müttəfiqimiz. Yəni, görürsünüz də, bir insanın ömründə görün Azərbaycan neçə dəfə xarici siyasət istiqamətini dəyişdirdi. Sizdən soruşdularmı? Yox. Məndən soruşdularmı? Yox. Yəni, mən sadəcə xarici siyasəti götürürəm. Daxili siyasətə heç qarışmıram bir anlıq. Sizdən soruşdularmı, sən hansı Azərbaycanda yaşamaq istəyirsən? Qoşulmama hərəkatının üzvü olan Azərbaycanda yaşamaq istəyirsən? Yoxsa Rusiyanın müttəfiqi olan Azərbaycanda yaşamaq istəyirsən? Yoxsa yox canım sənə desin, Amerikanın müttəfiqi olan Azərbaycanda yaşamaq istəyirsən? Ya İsrailin müttəfiqi olan, İranın müttəfiqi. Yəni, bu sualları sizə verən oldu mu? Yox. Bu suallara cavabları soruşmasalar da belə, siz dilə gətirə bildinizmi? Yox. Sizdən soruşmadılar yəni. Siz də siyasətə qarışmırsınız. İndi baxın bu anormallığa. Normal insan üçün siyasətə qarışmamaq anormaldır, qeyri-normaldır, tamam mı? Yəni, mən bunu özümə borc bilirəm, sizə deyim. Çünki mənə elə gəlir ki, mən deməsəm, heç kim bu barədə danışmaq istəmir. Siyasətə qarışmamaq normal şey deyil. Normal psixikası olan, müasir insanın həyatına yaraşmayan bir şeydir bu. Niyə? Bunların dediyi nədir? Sən siyasətə qarışma, siyasəti mən müəyyənləşdirəcəm. Mən səndən ağıllıyam, mən səndən yaxşı bilirəm, sən heç kimsən, mən hər şeyəm. Yəni, İlham Əliyevin və onun hökumətinin indiki mövqeyi budur. Sən kimsən ki, bizim qərarlarımızı sorğulayasan, götür qoy eləyəsən, fikirləşəsən bu barədə. Yəni, başqa sözlə, sən kimsən ki, siyasətə qarışasan. Başlayın, bu nə demokratik ölkənin idarə üsuludur, bu nə hətta müasir monarxiyanın idarə üsuludur, bu hansısa orta əsrlərdən qalmış padşahlıqdır. Və ən acınacaqlısı odur ki, Azərbaycan xalqı bunların təsiri altında geriyə addımlayıb. Vaxtlar vardı ki, biz tamamilə başqa bir cəmiyyətdə yaşayırıq. Vaxtlar vardı ki, küçə ilə gedirdin, taksiyə minirdin, o qədər narazı səslər eşidirdin ki, yəni bilirdin ki, insanlar fərqli düşünür, fərqli, kimlənsə razılaşırdın, kimlənsə razılaşmırdın, kimlənsə mübahisəyə girirdin, polemikaya girirdin, bu normal bir şeydir. Jurnalistləri tutub basıblar, nə polemika qalıb, nə müzakirə qalıb, insanlar danışmaqdan qorxur,
və mən siyasətə qarışmıram ideologiyasını döşündə medal kimi daşıyır. Bundan qürur duyur. Buna alqış, buna təqdir istəyir. Yəni, loru dildə desəm, acanım, başınız xarabdırmı sizin? Bunu həm hökumətə deyirəm, həm cəmaata. Hökumətə deyirəm, başınız xarabdırmı siz belə cəmiyyət qurmağa çalışırsınız? Başınız xarabdırmı siz bunu normal görürsünüz? Başınız xarabdırmı siz bunu bizə rəva görürsünüz? Və cəmaata deyirəm, başınız xarabdırmı? Sizə hər gün dövlət tərəfindən zorakılıq tətbiq edilir. Zorakılıq nədir? Yəni demirəm sizi tutub basıb döyürlər, öldürürlər, zorlayırlar. Yəni buna qalıb hələ, yəqin ki, hambal anekdotu yadıma düşür. Amma sizin diqqətinizi nəyə çəkmək istəyirəm? Bu normal deyil. Bu xəstəlikdir. Və bu xəstəliyin öhdəsindən gəlmək üçün ilk öncə bu xəstəliyi tanımaq lazımdır. Qəbul etmək lazımdır ki, biz xəstəyik. İndi bizim ölkədə hökumət nə edib? Yəni, mən yenə də bütün bu dediklərimdə öz şəxsi təcrübələrimə əsaslanıram. Oradan-buradan eşitmirəm, ondan-bundan götürüb, yəni üstünə yamaq-yamaq özümdən rəy icad etmirəm. Bu sadəcə mənim öz həyat təcrübəmin dərsləridir. Nə baş verdi? 6 il bundan əvvəl bir jurnalist ortaya çıxdı ki, bilirsiniz, mənim ölkəmdə baş verən, məni qovmusuz yaxşı cəhənnəmə. Mənim ölkəmdə baş verən məni də maraqlandırır. Mən də bu ölkədə öz sözümü demək istəyirəm. Mən də bu cəmiyyətə öz fikirlərimi çatdırmaq istəyirəm. 6 il ərzində nə baş verdi? Mən sizə olduğu kimi danışım, qənaətlər sizə. Hökumət mənə bir dəfə də bilavasitə hücum etmədi. Yəni, fikirləşin bu barədə. Hökumət mənə qarşı bir dəfə də hücuma keçmədi. Mənim artıq unudulduğum, yəni mən ANS vaxtlarımı götürürəm də, 30 il Nikolayın vaxtından nənəm demiş, Allah ölənlərinizə rəhmət eləsin. ANS-dən qalmış adım, biraz adımı tanımaq, hətta səsim kiminsə yadında qalıb. Onlar qalsın bir kənara. İlk addımlarda, ilk mərhələlərdə Mirşahin çıxdı ortaya. Adını çəkməkdən irgənirəm, bağışlayın, çox üzr istəyirəm sizdən. Onun adı artıq bir söyüş kimidir. Mənim ağlıma bir söyüş kimi həkk edilib. Yəni mən onun adını çəkəndə üzr istəməliyəm. Onu atdılar ortalığa. Özü mü çıxdı, yəqin özü çıxdı, bilmirəm. Mənim adımı çəkmədən hücum etdi. Atamı söydü. İnanmıram ki, ona bu direktivi hökumət verib. İnanmıram, yəni. Mən o vaxtda heç kim idim. Mən o vaxtı onun özünü şəxsən tənqid etdim, jurnalist mövqeyinə görə, yəni mövqesizliyinə görə daha doğrusu. Çıxdı ortalığa nəsə öz halında düz qoş elədi, qafiyələr qoşdu, söz burcutdu, bilirsiniz, yəni onun stilini. Axmaq-axmaq şeylər danışdı, öz ağlında ağıllı şeylər dedi. Xoruzunu verdim qoltuğuna, Petuxun, başlayayım Petuxunu. Cürət eləsəm bu hissəni kəsmərəm. Ürəyimdən keçən sözdür, yəni dilim dolaşdı, düzünü dedim. Bundan sonra nə baş verdi? Bundan sonra mən mütəmadi olaraq hökuməti tənqid etməyə başladım. Öz kanalımda, bu kanalda. Yəni gördüyünüz kanal yavaş-yavaş böyüməyə başladı. Mənim tənqidlərim yəqin ki, müəyyən yerlərə çatmağa başladı. Amma hökumət nə elədi? Bir dəfə də mənə qarşı açıq hücuma keçmədi. Nə hökumətin qəzetləri, nə onların sözçüləri, nə onların suraqat deyirlər də, onların adından güya müstəqiləm, amma əslində onların mövqeyini əks etdirən insanlar. Bilavasitə mənə hücuma keçmədilər də, cəmaat. Adam düzünü deyər. Düz danışaqdır da kanalın adı. Düzünü danışırıq. Hətta cəfəng vəziyyətə baxın. Yap
Gənclər Birliyi idi, nədir, hansısa belə bir təşkilat var idi 5-6 il, yəni çoxdan izləmirəm, gözümə də sataşmır, qarşıma çıxmır, görmürəm, bilmirəm, vardılar, yoxdular. Onlar güya öz aləmlərində məni tərifləməyə başladılar. Ki, hə, bu çox, nə deyir, necə deyirlər, jurnalist, filan beşməkan, jurnalist idim o zamanlar. Sonra Rasim Balayevlə müsahibədən sonra hansısa tamada verilişini aparan bir qızı çıxartdılar ortalığa. 3 cümlənin arxasına bir cümləni bağlaya bilməyən. O mənə bloger dedi. Onlar sonra oldum bloger. Əvvəl jurnalist idim. Fikir verin də buna. Sonra oldum bloger. Okey, tamam. Başına qətifə bağlayıb cəmaata elçiləyən qadından bloger adını da eşitdim. Çox xoşuma gəldi mənim. Çox güldürdü əslində. İndi yadıma düşür, onunla Elgizlə o veriliş apardı. Gülürəm. Nəysə. Təriflədilər. Yəni, mən müstəqil jurnalistəmmiş, mən çox balanslıyammış, mən çox beləyəm, eləyəm, filanam beşməkanım. Bunu yap Gənclər Birliyi. O zaman mənim AXCP ilə, Əli Kərimli ilə atışdığım vaxtlarıdır. Amma gəlirəm ona. Amma hökumət neynədi? Mənim üstümə müxalifəti atdı. Yəni, indi siz olun mənim yerimdə. Mən hökuməti tənqid eləyirəm, bu tərəfdən də müxalifət məni vurur. Nə fikirləşərsiniz siz? Hökumət məni tərifləyir, müxalifət məni vurur. Nəyin üstündə? Hökuməti tənqid etdiyimin üstündə. Siz nə fikirləşərsiniz? Fikirləşməzsiniz ki, müxalifət hökumətin işini görür, hökumət kənarda qalır, susur, üz ifadəsi çox belə neytral, çox belə mülayim, hökumət müxalifətə deyir, vur bunu. Elə düşünməzdinizmi mənim yerimdə olsaydınız? Təbii ki, düşünərdiniz. Mən hökuməti söz azadlığına görə, insan haqlarına görə, müxalifətə rəftarına görə, adi insanlara rəftarına görə, sosial siyasətin bərbad vəziyyətdə olduğuna görə, qiymətlərə görə, normal yaşayış məsələlərinə görə mənim zənnimcə çox düzgün və çox balanslı şəkildə tənqid eləyim. Müxalifət çıxsın ortalığa, başlasın mənə çamur atmağa. Çamur da çox yumuşaq deyirəm bunu. Çamur deyil də atdıqları. Rezus meymunları var. Marağınız olsa internetdə axtarın. Rezus meymunu təhlükə hiss etdiyi məqamda neynir? Müxalifət də bunu elədi. Buna yəni saxta sitat işarələri deyirəm mən buna. Amerikalılar deyir. Müxalifət. Güya müxalifət. Tamam. Siz mənim yerimdə olub nə fikirləşərdiniz? Mən sizə deyim öz fikirlərimi. Mənim fikirlərim budur ki, müxalifəti yaradıblar və müxalifəti ona görə ona təhəmmül edirdilər müəyyən vaxt ki, bilirdilər ki, cavanlar gələcək, yeni nəsil gələcək və normal bir cəmiyyətdə müxalif insanlar olar. Mən üzümü tuturam elə bu gənclərə, yeni nəsilə. Bizim nəslimizin əlindən çox şey gəlmədi, təəssüf. Əslində, ən çox ziyan vuran nəsil bizim nəsil oldu. O nəsil ki, meydanlarda başladı, indi evdə sükutda, dili qarnında davam eləyir, yavaş-yavaş çabalayır ölümə doğru. Azərbaycan sizə qalacaq bizdən sonra. Demək istədiyim nədir? Əgər məni eşitmək istəyirsinizsə, əgər bizim nəslin sizə nəsə deməyə haqqımız varsa hələ. Bunu eşidin. Siyasətə qarışmamaq normal deyil. Müxalifət onun üçün yaranıb ki, sizin aranızda, gənclər arasında ən passionar, ən belə ehtiraslı, ən düzgün, ən doğru insanları yönəltsin bu psevdo-müxalifətə. Kimisini AXCP-yə, kimisini Musavata, kimisini Reala, kimisini, yəni milyon dənə partiya var orada, adlarını belə bilmirəm. Yəni öz əqidələrinə görə, öz şuurlarına görə, öz bilmirəm hansı başqa səbəblərə görə, təhsil səviyyəsimi, dünya görüşümü, yəni istədiyiniz meyarlara görə hökumət dedi ki, bu siyasi partiyalar qalsın, görək kim gedir ora. Kim gedir ora? Gəncləri tutdular, basdılar, iyrəndirdilər. Yəni, hökumətin
əsas məqsədi gəncləri siyasətdən iyrəndirməkdir. Düşünmək istəyən, nəyisə dəyişdirmək istəyən, tənqid edən gəncləri siyasətdən iyrəndirib, mən siyasətə qarışmıram sürüsünə, bağışlayın ifadəmə görə, sürüsünə aid etməkdir, birləşdirməkdir. Ki, sən heç kimsən. Sən sözünü deyən kimi səni tutacaqlar, basacaqlar. Biz səni bilirik, biz səni hesablamışıq, biz səni tutarıq da, döyərik də, lazım olsa o yana da keçərik. Otur, sus başqaları kimi ya da cəhənnəm ol, get bu ölkədən. Bu hökumətin istəyidir, arzusudur və açıq gözlə görünən siyasətidir, davranışıdır. Müxalifət burada nə funksiyanı oynayır? Bilərəkdən, yəni bunu bilməmə mümkün deyil artıq. Bunu görməmə mümkün olmur artıq. Əli Kərimdən tutub basıblar, yəni AXCP-nin bütün gücü mənə çatırdı. Mənə çamur atmağa çatırdı, məni söyməyə, mənim özəl həyatıma qarışmağa çatırdı da. Bundan o yana gedə bilmədilər də, bunlar İsmail Cəlilovla tutuşdular. Bunlar hökumətə bir söz deyə bilmədilər. Bir dənə nümayiş keçirə bilmədilər, insanları yığa bilmədilər, heç nə eləyə bilmədilər. İndi oturublar Fransalarda, mənə deyə, Amerikada oturmusa, özünüz Fransada oturmusunuz. Fransada oturmusunuz, hər gün video çəkirsiniz, axmaq-axmaq videolar, elə sizin o səviyyəyə uyğun. Amma sizin lideriniz harada oturub? İçəridə. Budur sizin siyasi qüvvəniz. Budur sizin gücünüz. Sizdiniz hakimiyyətə gələnlər. Yaxşı da, batırdınız, gördük, batırdınız. Da bundan sonra xahiş eləyirəm, məni danışdırmayın. Bunların işi də hökumətin əlinə oynamağıdır. Sizi gəncləri iyrəndirməkdir. Hökumət istəyir ki, siz siyasətdən iyrənəsiniz. Siz siyasətdən gedəsiniz. Siz ümumiyyətlə çarəsizliyə qapılasınız. Mənim əlimdən bir şey gəlmir. Bu xalq belədir, elədir, pisdir, filandır. Bu fikirlərlə həyatınızı davam etdirəsiniz. Ya da dediyim kimi cəhənnəm olub gedəsiniz mənim kimi ölkədən. Ki bunlara baş ağrısı olmayasınız da. Başa düşürsünüzmü dediyimi? Əminəm ki, başa düşürsünüz. Amma mənim sizə sözüm, iyrənməyin. Müxalifət sözünü artıq söyüşə çeviriblər. Mirşahinin adı kimi mənfur bir şeydir bu müxalifət. Müxalifət deyəndə satqınlıq insanın ağlına gəlir. Satılmaq, yolun yarısını düzgün gedib sonra azmaq, hökumətlə bir yataqda uzanmaq, biznes qurmaq müxalifətin adı ilə, partiyanı atadan qıza, atadan oğula ötürmək, milyon oyunlardan çıxmaq, seçki saxtakarlığında iştirak etmək və ya hökumətin əmri ilə seçkiləri boykot etmək və ümumiyyətlə insanları boykota çağırmaq. Siz bu barədə fikirləşin. İnsanların yeganə, Azərbaycanda yeganə yolu var ki, öz siyasi iradəsini tutulmadan, həbs edilmədən, döyülmədən, söyülmədən, işdən atılmadan bildirsin. O da nədir? Seçkilər. Sizin də siyasi partiyalarınız deyir ki, o seçkilərə getməyin, boykotdur. Seçkiyə gedən ermənidir. Yəni, o vaxtın məntiqini dilə gətirirəm. Ermənilərlə dostlaşıblar indi, gözünüz aydın. Ayrı məsələdir, tamamilə ayrı məsələdir. Yığıram hələ, o barədə də danışacağım birazdan. Yəni, başqa sözlə, adi insan siyasətə qarışmır. Lakin siyasət ona hər gün qarışır, hər an qarışır. Siz müasir dövlətdə yaşayırsınızsa, siyasətə qarışmamaq şansınız yoxdur da sizin. Çıxıb çörək alırsınız, qida alırsınız, ərzaq alırsınız, artıq bu siyasi sistemdə iştirakınız deməkdir. Niyə? Çünki qiymətlər dövlət tərəfindən müəyyənləşdirilir. Baxmayaraq ki, güya azad bazar yaradıblar, yəni bazar iqtisadiyyatı yaradıblar, amma qiymətləri yenə hökumət müəyyənləşdirir. Maşına minirsinizsə, maşın sürürsünüzsə işə, yenə də siyasətdə iştirak eləyirsiniz. Niyə? Çünki benzinin pulu, benzinin qiymətini yenə də dövlət müəyyənləşdirir. Və siz də qarışmırsınız ha buna, fikir verin. Hər hansı münasibətlər, hökumətlə hər hansı ünsiyyət, JEK-lə belə hər hansı ünsiyyət, olan qalan JEK-lə. Bilmirəm, yol qaydaları, polislə ünsiyyət,
maşın sürdüyünüz yerdə sizi plan doldurmaq üçün saxlamaqları. Bunlar hamısı sizin siyasətdə iştirakınızdır. Lakin hökumət sizə deyir ki, sən siyasətə qarışma, deməli, siyasət bir tərəfli olsun. Mən deyim, sən eləyəsən. Mən deyim, sən əməl eləyəsən. Mən əmr eləyim, sən yerinə yetirəsən. Yəni budur. Siyasətə qarışmıram demək budur ki, siz də qəbul eləyirsiniz ki, hə, sən mənə əmr verirsən, mən də dilim suskun bu əmrlərə riayət eləyirəm və siyasətə qarışmıram. Niyə əmr verdin? Bu əmrin arxasında məntiq varmı, yoxmu? Nədir bu məntiq? Bunu sorğulamadan, yəni sən qarşında əyilirəm də, yəni. Orta əsrlər, padşahlıq, normal müsəlman dövlət, ya normal müsəlman ailədə münasibətlər. Başqa sözlə, hər hansı bir dövlətdə yaşayırsınızsa, siz bu siyasi sistemin bir parçasısınız, siz bunlarla üzləşirsiniz və dövlətin sizdən istədiyi bir şey var, sükutunuz. Mən əmr eləyim, əmr verim, sən də yerinə yetir, qutardı, getdi. Bundan başqa bir əməlin sağa sola bir addım olmasın. Ona görə qayıtmaq istəyirəm gənclərə, məndən cavanlara, hətta elə mənim yaşımda olan insanlara, amma indiyə kimi susanlara. Siyasətə qarışın, müxalifət sözünü söyüş kimi bilməyin. Müxalif ola bilərsiniz. Müxalifətə qoşulmadan belə müxalif ola bilərsiniz. De, göz qabağında mən. Müxalifətin üzvüyəmmi? Yox. Siyasi partiyanın üzvüyəmmi? Yox. Olmamışam, olmayacam da. Amma müxalifəmmi? Bəli, müxalifəm. Müxalif nə deməkdir? Ümumiyyətlə, intelligent insan, üzümə demək olmasın, öz-özünə intelligent deyən insan zaten intelligent deyil, bilirsiniz də, bu birinci qayda budur. Amma intelligent insan həmişə müxalif olar. İntelligent insan heç vaxtı ziyalı, yəni bizim bir sözümüz var, ziyalı. Ziyalı heç vaxtı gedib hökumətlə, dövlətlə birləşməz. Ziyalı həmişə xalqın tərəfində olar. Adi cəmaatın tərəfində olar. O cəmaatın ki, ola bilsin ki, öz haqlarını anlamır. O cəmaatın ki, ola bilsin siyasi sistemin davranışlarını, hərəkətlərini başa düşmür. O cəmaatı ki, ola bilsin ki, savadı çatmır. Sən ziyalı, bu sənin rolundur. Cəmaata vəziyyəti onun anlayacağı səviyyədə çatdırmaq. Düzgün, dürüst və bitərəf. Yox, sən get medallar al hökumətdən, dövlətdən. Sən get evlər al, mənzillər al, adını qoy jurnalist ya, bilmirəm, ictimai ya, incəsənət xadimi. İncəsənət xadimisənsə, get qazan. Əgər sənin incəsənətin dəyəri varsa. Dəyəri yoxdursa, hökumətdən başqa sözlə, cəmaatın vergilərindən mənzil alma özünə. Yəni, qayıdıram gənclərə. Cəmaat, dostlar, həmvətənlər. Efirdə ilk dəfə bu sözdən istifadə edirəm. Siyasətdən iyrənməyin, müxalifətə, bu saxta müxalifətə imkan verməyin. Sizi siyasətdən iyrəndirsinlər. Çünki bunların yeganə funksiyası bu artıq barizdir. Bu artıq açıq gözlə görünən həqiqətdir. Bunların yeganə funksiyası var. Sizi azdırmaq yolunuzdan və sizi siyasətdən iyrəndirmək. Qoymayın, bu ucuz, axmaq, primitiv oyuna girməyin. ABC partiyası olmasa, DYF partiyası olmasa, yenə də müxalif ola bilərsiniz. Yenə də narazı qala bilərsiniz. Yenə də vicdanının səsini, öz vicdanınızın səsini başqalarından daha çox eşidə bilərsiniz. Qoşulmaq lazım deyil. Yeni partiyaları yaradın. O da çox çətin işdir. Yenə də aranıza agent soxacaqlar. Həmişəki kimi. Azərbaycandır da. Bir-birimizi satmağı yaxşı bilirik. Ona görə bugündəyik. Ölkəni yox, vətəni yox. Özünü düşünməyi yaxşı bilirik. Elə olmasaydı vəziyyətimiz tamamilə başqa idi indi. Güc qabağında əyilməyi, sitayiş etməyi çox yaxşı bilirik. Elə olmasaydı bütün ölkə bir ailənin qurbanı olmazdı. Olmazdı. Mənim dediyim budur. Mənim nəslimin,
Səhvlərini təkrarlamayın. Yalançı müxalifətə inanmayın. Müxalifətə qoşulmaqdansa müxalif olun. Bilin ki, hökumətin addımları yanlışdır, yalandır, düzgün deyil. Məntiqə yox, korrupsiyaya arxalanan, yəni mənbəyi korrupsiya olan hərəkətlərdir bunlar. Bunlar dövləti düşünmür ki. Bunlar hansısa rüsumu, hansısa qaydanı, hansısa, bilmirəm, qanunu çıxaranda bunlar sizi düşünmür. Bunu bilirsiniz, məndən yaxşı bilirsiniz. Orada oturan bütün o deputatlar, onlar hamısı xaindir, hamısı. Hamısı birinə dəyməz, biri heçə. Onlar sabah geçsələr bizim xalqımızın əqibəti daha da, necə deyim, müsbət olar. Biz heç nə itirmərik onlar yox olsa bir anın içində. Onlar millət vəkilidir, onlar sizə vəkillik eləyirlər. Onlar o qədər vəkildir ki, siz özünüz o qədər millətsiniz, yəni. Bağışlayın, bir-birinizə çox yaxşı yaraşırsınız. Siz özünüzü nə dərəcədə millət dərk eləyirsinizsə, özünüzü millət aparırsınızsa, onlar da o dərəcədə sizin vəkilliyinizi edir. İndi deyin ki, mən düz demirəm. Deyin ki, mən yalan deyirəm. Məndən yaxşı bilirsiniz. Müxalifəti atın kənara. Amma müxalif olun, siyasətə qarışın, siyasət barədə düşünün, suallar verin. Mən demirəm çıxın, tənqid eləyin, əzilin, tutulun, həbs edilin. Yox, suallar verin. Bu niyə belədir? Bu belə olmalıdırmı? Bu normaldırmı? Bundan başlayın. Görün bu ip sizi hara aparır? Sual vermək də olmaz, yəni. Olar. Normal şəkildə, üstü örtülü şəkildə sorğulamaq. Siz sual verdikcə, ətrafınızda olan insanlar ki, bu sualı eşidir, onlar düşünməyə başlayır. Siz qışqıranda Əli bəy, filankəs bəy, bilmirəm, İlqar bəy, Pənah Hüseynov, filan beşməyə, bilirsiniz, onda olursunuz müxalifət. Amma sual verəndəki qiymətlər niyə görə yüksəkdir? Uşaq pulu niyə görə verilmir? Uşaq pulu ümumiyyətlə nə qədərdir? Uşaq pulunun verilməməsini müdafiə eləyən kimlərdir? Adi sual verirsiniz də, deyilmi? Siyasətə qarışmırsınız, sual verirsiniz. Bu düzgündürmü? Sərhədlər 4-5 il bağlı qalıb, bu düzgündürmü? Onun məntiqi nə idi? Anlamadıq, başa düşmədik, deyəsən açırlar indi, ya açdılar. Bakıdan Tiflisə gedən qatar niyə görə bu qədər bahalıdır? Dəmir yolu qiymətlərini müəyyənləşdirən kimdir? Hansı qurumdur? Kim qərar verib buna? Sual verirsiniz. Bu şəxs kimdir? Ya komissiya kimdir? Komissiya üzvləri kimdir? Kim qərar verib? Azalın qiymətlərini müəyyənləşdirən kimdir? Azal dövlət konsernidirsə, buna görə məsuliyyəti dövlət daşımırmı? Dövlət deyəndə İlham Əliyev. Azal özəl şirkətdirsə, Azalı niyə görə bu qədər maliyyələşdirirlər dövlət büdcəsindən onda? Siz və mən, hamımız, vergi ödəyən insanlar Azalı maliyyələşdiririk. Amma Azal qiymətlərini özü tətbiq edir də, yəni. Yaxşı atalar sözü var, deyir, səninkini ye, məmkini oynadaq. Buna oxşayır. Bu adicə məişət sualları verin. Görün kim cavab verir. Görün bu barədə kim fikirləşir. Təşkilatlanın. Gedib bu partiyalara qoşulmaq lazım deyir. Bütün bu partiyalar özlərini artıq ifşa etdi. Partiyalar yoxdur. Müxalifət yoxdur. Bu ölkədə yoxdur müxalifət. Bəlkə də olmayıb. Bəlkə də olmayıb. Siz sıfırdan başlamalısınız. Siz sıfırdan yaratmalısınız bu müxalifəti. Əgər doğrudan da müxalifət olacaqsa bu ölkədə doğrudan da dəyişim olacaqsa, artıq bizim nəslin yolunu getməyin. Öyrənin bu yolu ki, bizim buraxdığımız səhvləri siz təkrarlamayasınız. Yolunuz açıq olsun, uğurlar diləyirəm sizə.